Salam, hər vaxtınız xeyir olsun dəyərli izləyicilər. Sizin üçün güvən kurslarının 11-ci sinif üçün keçirdiyi blok sınağının tarix fəndinə aid olan sualların izahatı ilə tanış edək. Suallarımıza keçid alaq. 31-ci sualda qeyd edirik ki, hərbi kommunizm və kollektivləşdirmə siyasətinin tətbiq olunduğu illərdə Şimali Azərbaycanda əhalinin istehsal etdiyi məhsulun artığı zorla müsadirə olunurdu. Bəli, burada məsələn zorla müsadirə olunması hərbi kommunizm siyasətinə aiddir. İstehsalçının iqtisadi marağı azaldılmışdır. Təbii ki, iqtisadi maraqlar burada azalır. Xırda kolxozlar iri təsərrüfatlarda cəmləşir. Ümumiyyətlə, kolxozlar ümumiyyətlə kolxoz və savxozlarda cəmləşdirməsi iri təsərrüfatlarda cəmləşmişdi. Təbii ki, bu kolxozlar idi, yalnız iri təsərrüfatlarda birləşdirmişdi. Xırda kolxozlar, xeyr, bu düz deyil. Bir sıra ərazilərdə kəndli çıxışları baş verib, bəli. Həm kollektivləşdirməyə qarşı, həm də hərbi kommunizm siyasətinə tətbiq olunub. Kəndlərdən ərzaq vergisi alınırdı yeni iqtisadi siyasət dövründə. Deməli, bu 3 ilə 5-i aradan götürsək, burada 1, 4 və yaxud 1, 2, 4 olar. İstehsalçının marağı azalmışdı. Həm hərbi kommunizm siyasətinə, həm də kollektivləşdirmə siyasəti təsir göstərdi. Deməli, hər ikisində maraq azalır təbii ki. 4-də 1, 4 ortaq cəhətdir. Yəni, bir sıra ərazi kəndi çıxışları baş verir. Burada 1, 2, 4 daha uyğun olar ki, istehsalçının iqtisadi maraqlarının azalması həm hərbi kommunizm siyasətində, həm də kollektivləşdirmə siyasətində hər ikisində istehsalçının marağı azalmışdı. Ona görə də burada 1, 2, 4 uyğun olan variant A variantıdır. Növbəti 32-ci sualda 7-ci əsrin birinci yarısında mediada müstəqillik uğrunda hərəkatın baş verməsinə təsir göstərdi. Media arasında yeni dini təlimlərin yayılmağa başlaması, xeyr, A variantı yanlışdır. Assuriyanın, Manna və İskitlərin birləşmiş qoşunlarına məğlub olması. Bəli, bu dövrdə Manna ilə İskitlər birləşərək Assuriyaya qarşı mübarizə aparır, hətta onun məğlubiyyətə uğradır. Bu da mediada təsir göstərdi. Çünki həminki dövrdə media Assuriyanın təsiri altında idi, asılılıq altında idi. Ona görə də burada B uyğun cavabdır. 33-cü sualda Eyler-Venn diaqramına əsasən uyğunluğu müəyyən edin. Mərkəzi Asiyanın tabe edilməsi. Burada Ərəb xilafəti, Monqol və Teymurlər dövlətinə aiddir. Hər üçünə də Mərkəzi Asiyaya yürüşlər olunub, tabe edilib. Deməli, A ortaq cəhətdir. Franklarla diplomatik münasibətlərin saxlanması Ərəb xilafətinə aiddir. B 1-ə gedəcək. Hindistana hərbi yürüşlər edilməsi. Biz burada diqqətlə görürük, həm Teymurlər, həm Ərəb xilafəti, həm də Monqol dövləti Hindistana hücum edib. Deməli, C-də AC ortaq cəhət olur. Xələclər sülələsinin qoşunlarının məğlub olmaları. Bu təbii ki, Xələclər, Ələddin Xələcin dövründə Monqollar məğlub olublar. Bu da D 2-yə gedəcək. Və Şeybanilərə qarşı mübarizə aparması isə Teymurlər dövlətinə aiddir. Bu da Y deməli 3-ə gedəcək. Deməli, 1-də B, 2-də D, 3-də Y, 4-də AC, doğru cavabımız Y variantında öz əksini tapıb 33-cü sualda və 34-cü suala baxırıq. 34-cü sualda qeyd edilir ki, 20-ci əsrin əvvəllərində Şimali Azərbaycanda dövlət kəndləri üçün keçirilən islahata əsasən kəndlərin üzərində hərbi vergi adlanan əlavə mükəlləfiyyət qoyuldu. Bu 1887-ci ildə baş verib və 20-ci əsrin əvvəllərinə aid deyil. Neft quyularına təhkim olmuş kəndlərinin məcburi əmək ləğv olunub. 1864-cü ilə aiddir. Bu da 20-ci əsrin əvvəllərinə düşmür. Kəndlərin nəsli istifadəsinə verilən torpaqların ümumi sahələri dəqiqləşdirildi. Bəli, sərhədləri dəqiqləşdirilir. Ona görə də 1903-cü ildə belə bir qanun verilmişdi, dövlət kəndlərinə aid idi. Deməli, bu 20-ci əsrin əvvəllərinə düşür. Bu da C uyğun cavabdır. Seçkili orqan Vahid Kənd İdarəsi 1865-ci ildə yaradılıb, uyğun deyil. Dövlət kəndlərinin xüsusi torpaq mülkiyyətisinə
çevrilməsi, dövlət kəndləri da belə deyək ki, ümumiyyətlə həminki dövrlərdə 20-ci əsrin əvvəllərində xüsusi torpaq mülkiyyətçisinə çevrilmədi. Ona görə də Y variantı yanlışdır burada. D, Y yanlışdır. Doğru cavabımız C variantıdır. 35-ci sualda qeyd edilir ki, xəritədə cədvələ əsasən düzgün bəndləri müəyyən edin. 1, 2, 5 Əfşarlar tayfasında olan xanlıqlar tərəfindən idarə olunurdu. Burada baxanda 1 İrəvan xanlığı, 2 Urmiya xanlığı və 5-də Təbriz xanlığı. Hər üçündə də diqqətlə baxsaq, yəni Əfşarlar tayfasında olan xan tərəfindən əsası qoyulub. Çünki Urmiyada Fətəli xan Əfşar, İrəvanda Mir Mehdi xan Əfşar və Təbrizdə Əmir Həsən xan Əfşar tayfasından olub. Ona görə də 1 doğrudur. 1-3 Şəki xanlığına qarşı Gürcü çarı ilə birgə ittifaq yaratmışdır. 1 İrəvan xanlığı, bir də Qarabağ xanlığı Şəki xanlığına qarşı Gürcü çarı ilə ittifaq qurmuşdur. Bəli, İrəvan Qızılqaya xəyanəti hadisəsi, bunu da götürmək olar. 2 var. 2-3-4 Təbriz xanlığını özündən asılı vəziyyətə salmışdır. 2-3-4 diqqətlə baxanda Urmiya xanlığı, 3 Qarabağ xanlığı göstərilir və 4 burada Şəki xanlığı Təbriz xanlığını özündən asılı vəziyyətə salmayıb. Xeyr, bunlar içərisində yalnız Urmiya xanlığını götürmək olar. 3 yanlışdır. 3-4 Şamaxı xanlığı ilə mübarizə aparmışdır. Qarabağ xanlığı və Şəki xanlığı Şamaxı xanlığı ilə mübarizə aparıblar. Doğrudur, 4 də ola bilər. 4 olar. 5-2-3 Qaradağ xanlığının bölüşdürməsində iştirak edib. 2-3 diqqətlə baxanda 2 Urmiya xanlığıdır. 3 Qarabağ xanlığı. Əslində Xoy və Qarabağ xanlıqları olmalı idi. Ona görə də 5 də yanlışdır. Deməli, sualın doğru cavabı 1, 2 və 4 olacaq. 1, 2, 4 olan variantı D variantında öz əksini tapıb. Burada 35-ci sualda, 36-cı sualda qeyd edilir ki, 1939-cu ilin noyabrında Sovet qoşunları ilə Finlandiyaya hücum etdi. Sovet qoşunları Finlandiyaya hücum etdi. Qış müharibəsi adlanan və 1940-cı ilin martından başa çatan bu müharibənin nəticəsində SSR Baltik sahillərinin bəzi ərazilərini işğal elədi və 1940-cı ildə SSR Baltik ölkələrini Estoniya, Latviya və Litviyanı ələ keçirdi. Bessarabiya Rumıniyadan alındı. Mətndə əsasən hansı nəticələrə gəlmək olar? Avropa dövlətləri SSR-nin qərb sərhədlərini tanıdı. Xeyr, bu Avropa dövlətlərinin tanınması deyil, SSR-nin sərhədlərinin genişləndirilməsi idi. Təbii ki, SSR Millətlər Cəmiyyətinə çağırıldı. Bu təcavüzkar hərəkətlərinə görə çıxarıldı. 2 var idi. Keçmiş Rusiya İmperiyasının qərb sərhədləri bərpa olundu. Düzdür, Finlandiya Sovet qoşunları tərəfindən işğal edildi. Xeyr, əslində Finlandiya müstəqilliyini qoruyub saxladı. Ona görə də sualın doğru cavabı 2 ilə 3 B variantı olar 36-cı sualda və 37-ci suala baxaq. Burada deyilir ki, göstərilənlər aiddir. Azərbaycan cənubunda yeni dövlətin əsasını qoymuşdur. Şərqi Gürcüstanı tabe etmişdi, qanunnamə qəbul etmişdi. Bunlara aid olan hadisələr, təbii ki, Azərbaycan cənubunda yeni dövlətin əsasını qoyub. Mərziban ibn Məhəmməd qanunnamə qəbul etmiş hökmdarlar burada diqqətlə baxanda Mərziban ibn Məhəmməd və Uzun Həsənə aiddir. Digərləri qanunnamə qəbul etməyib. Ona görə də sualın doğru cavabı B variantıdır. Hər ikisi dövlət də yaradıb, qanunnamə də qəbul edib, Gürcüstana da hücum edib. Deməli, sualın doğru cavabı B olur. 37-ci sualda, 38-ci suala baxanda müqayisədə cədvəldə Cənubi Azərbaycan Milli Demokratik Hərəkatına aid olan doğru fikrini müəyyən edin. Varlar üzərinə müharibə xərci adlanan vergi qoyulması məşrutə hərəkatı dövründə idi. Bu 1 yanlışdır. Kəndlərin hesabına Milli Qvardiyalar yaradılmaları 2 doğrudur. Təcəddüd qəzeti Şeyx Məhəmməd Xiyabənin dövründə nəşr olunub. Ona görə də 3 yanlışdır. Əmək haqqında qanun qəbul olunub. Bəli, 1946-cı ildə Pişəvərin dövründə doğrudur. Bunların ortaq cəhəti Cənubi Azərbaycana muxtariyyət, İranın tərkibinə muxtariyyət verilməsi tələbi idi. Müstəqillik, muxtariyyət tələbi. Ona görə də 5 var. Qacarlar sülaləsinə qarşı yönəlməyib. Məsələn, bunu Şeyx Məhəmməd Xiyabəninə aid etmək olar. Lakin Seyid Cəfər Pişəvəri artıq 1925-ci ildə deməli Pəhləvilər sülaləsi İranda hakimiyyətə gəldiyinə görə altını da uyğun götürə bilmərik.
Ona görə sualın doğru cavabı 2, 4, 5 və A variantı uyğun cavab olur. Növbəti suala baxırıq. 39-cu sualda birinci Göytürk, Qaraxanlı və Səlcuq dövlətləri üçün ümumcəhət Bizans üzərinə uğurlu hücum təşkil etmələri. Bunu biz Göytürk dövlətinə və Səlcuq dövlətinə aid etsək də, Qaraxanlı dövlətinə aid edə bilmərik. İslam dinini rəsmi şəkildə qəbul edən Qaraxanlı dövləti olub. Ona görə də B də burada birinci Göytürkə aid etmək olmaz. Aşının nəslinə məxsus olması birinci Göytürk dövlətinə aiddir. Abbasi xəlifəsi ilə dostluq əlaqələri saxlayıb. Deməli, bunların içərisində Abbasi xəlifələrlə dostluq əlaqələri saxlayıb. Yanlışdır. Burada heç birinə aid götürmək olmaz. Burada Y ərazi bütövlüyü pozularaq 2 hissəyə parçalanmalar. Bu hər üçünə aid. Məsələn, 1-ci Göytürk 5-ci əsrin 80-ci illərində, Qaraxanlı 11-ci əsrin 40-cı illərində, Səlcuq dövləti isə Sultan Səncərin dövrünə 2 parçalanıb. Ona görə Y uyğun cavabdır. 40-cı sualda baxanda burada qeyd edilir ki, uyğunluğu müəyyən edin. İlk milli sərhəd qoşunlarının yaradılması Naxçıvanda idi. A bəndi 2-yə gedəcək. Sürət Hüseynovun başçılığı ilə qiyam Gəncədə olub. B bəndi 3-ə gedəcək. Xüsusi İdarə Komitəsinin yaradılması Qarabağ ərazisində idi. Bunu götürmək olmaz. Böyük İpək yolu ilə üzrə beynəlxalq konferans Bakıda keçirilib. C bəndi 3-ə gedəcək. TANAP layihəsinin açılış mərasimi Türkiyədə keçirilib. 2018-ci ilin iyunun 12-sində Türkiyə ərazisində. Bunu uyğun götürə bilmərik. Deməli, burada uyğun olaraq 1-də C, 2-də A və 3-də B. Doğru cavabımız C variantında göstərilib. Və 50-ci suala baxaq. 50-ci sual, deməli 41-ci suala baxırıq. 41-ci sualda daha sonra baş vermişdir. Şah 1-ci Təhmasimin Şərqi Anadoluya yürüş etməsi olub 1552-də. Əlpər Sadişi 1500-də. Səfəvilərin Şəməsi döyüşündə məğlubiyyət uğraması 1494. Cahanşahın Heratda Teymurlərlə bağırışıq imzalanması olub, deməli 1459-da. 59. Əlqas Mirzənin Şirvanda qiyam qaldırması isə 1547-ci ilə aiddir. Deməli, burada daha sonra baş verdiyini qeyd edirsə, diqqətlə baxsaq görürük ki, burada 1547 daha sonradır. Yəni, Y variantı daha sonra baş verən hadisədir. Ona görə də burada sualın doğru cavabı, biz uyğun olaraq sualın doğru cavabını Y variantı götürəcəyik. Növbəti 42-ci sualda hadisə nəticə əlaqəsinin doğru verildiyi bəndləri müəyyən edin. Berlin Konqresinin çağırılması Osmanlı dövlətinin ilk dəfə olaraq xarici dövlətlərdən borc alınması. Xeyr, bu Osmanlı ilk dəfə Krım müharibəsində borc alır xarici dövlətlərdən. Bir yanlışdır. Tayfinlər üsyanının baş verməsi Çində Manco sülaləsinin devrilməsi. Bu da yanlışdır. Tayfinlər sülaləsinin devrilmədi. Bu 2-ci əsrin əvvəllərində 1911-ci ildə devrilib. Ona görə də 1 ilə 2 olan variantları aradan götürəcəyik. Burada 3-5 və yaxud 4-5 uyğun cavabdır. Almaniyanın birləşməsi, Avropada yaranmış güc tarazlığının dəyişməsi və eyni zamanda Stalopinin islahatları keçməsi, icma torpaqlarının kəndlər arasında bölüşdürülməsi nəzərdə tutulurdu. Bəli, bölüşdürülməsi nəzərdə tutulur. Və eyni zamanda Almaniyanın birləşdirməsi, Avropada yaranmış güc tarazlığının dəyişməsi. Əslində, Almaniyanın birləşməsi Avropada yaranmış güc tarazlığının dəyişməsi də. Bu da doğru ola bilər. Amma Stalopinin siyasi islahatların keçirməsi, siyasi islahatları deyir. Burada siyasi islahatları deyirsə, biz bunu icma torpaqların kəndlər arasında bölüşdürməsini götürə bilmərik. Ona görə də burada 3 ilə 5-i uyğun götürürük. Yəni, burada B variantı uyğun cavab olar. Siyasi islahatlarından söhbət gedirsə, deməli, B uyğun cavabdır. 43-cü sualda Neolit dövründə müxtəlif sənət sahələrinin meydana gəlməsi şərait yaradırdı.
Qəbilənin həyatında qadının mühüm rol oynanması. Təbii ki, sənət sahələrinin yaranmasında bu kişilər əsaslı rol oynayırdı. Metallar ilk tanışdıq eneolit dövrünə aid. Əkinçilik mallarının ayrılması erkən tunca aiddir. Əhalinin oturaq həyata keçməsi, sənət sahələri meydana gəlməsində daha çox burada deyir ki, müxtəlif sənət sahələrinin yaranması əhalinin oturaq həyata keçməsi ilə əlaqədardır. Ona görə də burada D uyğun cavab olur. Yəni ki, burada qəbilənin həyatında qadınların mühüm rol oynanmasıdır, yanlış olar. Təbii ki, burada müxtəlif sahələrinin kişilər məşğul olması ilə uyğun idi. Ona görə də burada D əhalinin oturaq həyata keçməsi uyğun cavabdır. 44-cü sualda Qubadlı Fətəli xanın Hacı Çələbi xan ilə oxşar, Fətəli xan Əfşardan fərqli cəhətini müəyyən edin. Qubadlı Fətəli xanın Hacı Çələbi xan ilə oxşar və Fətəli xan Əfşardan fərqli cəhətdir. Təbii ki, Şamaxı xanlığının bölüşdürülməsi Qubadlı Fətəli xanın Hacı Çələbi ilə ortaq cəhəti ola bilməz. Çünki bu Sen xanın dövründə bölüşdürüblər. Səfəvilər dövlətinin sərhədlərinin bərpa olunması yanlışdır. Bunu da götürə bilmərik. Osmanlı dövləti ilə müttəfiqlik münasibətlərinin saxlanılması əslində götürmək olar. Azərbaycanın bir dəqiqə Osmanlı dövləti ilə müttəfiqlik münasibətlərinin saxlanılması. Azərbaycan Cənub xanlıqlarının tabe edilməsi. Azərbaycan Cənub xanlıqlarının tabe edilməsi əslində Fətəli xan Əfşara aiddir. Burada fərqli cəhətləri göstərir. Bunu götürmək olmaz. Qarabağ xanlığına uğursuz hərbi yürüşlərin təşkil olunması. Osmanlı dövləti ilə müttəfiqlik münasibətlərinin saxlanılması. Bu da tam ortaq cəhət sayıla bilməz. Ona görə C-ni götürmür. Amma Qarabağ xanlığına uğursuz hərbi yürüşün təşkil olunması bu Qubadlı Fətəli xandan Hacı Çələbi xan üçün oxşar cəhətdir. Məsələn, çünki Qubadlı Fətəli xan 1780-81-ci ildə, Hacı Çələbi isə Bayat savaşına Qarabağ xanlığı məğlub olub, lakin Fətəli xan Əfşar qələbə qazanmışdı. Burada Y uyğun cavabdır. 44-cü sualda. 45-ci suala baxaq. 45-ci sualda qeyd edilir ki, uyğunluğu müəyyən edin. Rusiyanın Baltik dənizi sahillərinə çıxış əldə etdi. Niştat sülhünə əsasən idi bu. 1721-ci ildə. Deməli, burada bir də C olmalıdır. Osmanlı dövləti Krım xanlığı müstəqilliyi tanımış oldu Çiy qaynarcada. Kanada İngiltərənin müstəmləkəsi olaraq qaldı. Bu da Paris Versal müqaviləsinə əsasən idi. Ona görə də doğru cavabımız C variantı olur. Növbəti sual 46-cı sualda 1-ci Rus inqilabı dövrünə aid deyil. Çar hökumətinin Azərbaycan milli qırğın siyasətinə əl atması. Bəli, bu məsələn 1905-6-cı ildə Azərbaycanın müxtəlif bölgələrində milli qırğın siyasəti və müsəlman qırğınlarına gətirib çıxartdı. Bir var, 1905-7-ci ildə 1-ci Rus inqilabı dövrünə aiddir. Topçubaşovun rəhbərliyi ərsaların hazırlanması 1905-dədir. B-ni də götürmürük. Peterburqda müsəlmanların ikinci qurultayının keçirilməsi. Birinci qurultay deməli 1905-ci ilin avqust ayında Nijni Novgorodda, ikinci 1906-cı ildə yanvar ayında Peterburqda keçirilib. Bu da düşür. Məmməd Yusif Cəfərovun 4-cü Dövlət Dumasına deputat seçilməsi 1912-ci ilə aid olduğuna görə 1-ci Rus inqilabına aid deyil. Ona görə D uyğundur. Nəşr, maarif və nicat cəmiyyətləri bu dövrdə yaradılıb təbii ki. Ona görə də D variantı uyğun cavabdır. Növbəti 47-ci suala baxanda məntiqi acığı müəyyən edin. Vestfaliya sülhünün imzalanması, 30 illik müharibənin başa çatması, yalnız Kale limanının İngilislərə qalması. Bu 100 illik müharibədən sonradır. Bu 30 illik müharibədən sonraki dövrü soruşur. Almaniyanın siyasi dağınıqlığını rəsmiləşdirməsi. Bəli, 30 illik müharibə Vestfaliya sülhü ilə yekunlaşır və nəticəsində Almaniyada siyasi dağınıqlığı rəsmiləşir. Ona görə də B uyğun cavabdır. Məsələn, İspaniyanın Qərbi Avropada üstünlüyü ələ alınması yanlış olar. Fransa idi. Katolik kilsəsinin rəsmi olaraq bölünməsi Augsburg sazişinə əsasən idi. Avropada rekonkist hərəkatına son qoyulması da aid deyildi. Burada B uyğun cavabdır. 48-ci sualda tarixi şəxsiyyətlər üçün ortaq cəhəti müəyyən edir. İstəmli xan, Cavanşir, Fəzil bin Məhəmməd. Ərəb xilafətinin asılı qəbul etməsi. Bu İstəmli xaqanına ümumiyyətlə Cavanşirə aid ola bilər. Fəzil bin Məhəmmədə də aidliyi yoxdur. Bizansla diplomatik münasibətlərin saxlanılması. Ola bilər İstəmli xaqanın dövründə. Cavanşirdə də olmuşdu. Fəzil bin Məhəmməd
Bizansla hər hansı bir diplomatik əlaqə saxlanması, bunu aid etmək nə dərəcədə doğrudur? Baxaq, indi digər Sasaniler üzərinə qələbə qazanması, buna Sasaniler üzərinə qələbə qazanmasını da götürmək, bunu məsələn İslami xaqana aid etmək olar. Xəzərlərə qarşı uğurlu müharibə aparması. Xəzərlərə qarşı, Xəzər türklərinə qarşı Cavanşir, Fəzl-bin Məhəmməd hər üçü Xəzərlərə qarşı mübarizə aparıb. Bəli, İslami xaqanın dövründə də Xəzərlərə qarşı mübarizə aparılıb. Cavanşirin dövründə də olub. Deməli, Bizansla diplomatik əlaqənin yaradılması Cavanşirə aiddir, digərlərinə aid götürmək olmaz. Slavyanların başçılarına qarşı tədbir Cavanşirə aid deyil. Deməli, Fəzl-bin Məhəmməd və İslami xaqana da aiddir. Burada uyğun cavabımız D variantı Xəzərlərə qarşı uğurlu müharibənin aparılmasıdır. Yəni D uyğundur 48-də və 49-cu suala baxırıq. Burada deyir ki, xəritədə işarələnmiş dövlətin ABŞ-la bağlı siyasətinə uyğun olanları göstərin. Fransa ərazisidir. Deyir ki, Briand-Kellogg sazişinin ABŞ-la bağlı siyasətinə uyğun olan hadisəsinə aiddir. Briand-Kellogg sazişi 1928-ci ildə imzalandığına görə 19-cu əsrə aid deyil. A yanlışdır. Luiziananın ABŞ-a satması 1803-cü ildə aiddir. ABŞ-ın müstəqilliyin tanınması olub bu. Deməli, istiqlaliyyət müharibəsi dövründə, amma 19-cu əsrin əvvəllərinə aid deyil, götürmürük. Ona görə də bir də A və C variantları yanlış olar. A və C variantları məlumdur ki, burada Y uyğundur. 2-yə baxanda Marshall planına əsasən 20-ci əsrdə ABŞ-da iqtisadi yardım əldə etməsi düzdür. Və ABŞ-ın İraqda apardığı Səhradə Tufan adlı əməliyyatda iştirak edib. Charles de Gaulle ABŞ-la əməkdaşlığı daha da artırması əslində zəiflətmək istəyirdi daha çox. Əvvəlcə müəyyən qədər Atlantizm siyasətinə görə ABŞ-a yaxınlaşıb, amma əməkdaşlığı daha da artırılması yanlışdır bu. Burada doğru cavabımız Y variantı olar. Yəni Y və yaxud B və yaxud AB, yəni 2-də AB olan cavab 49-da və 50-ci suala baxaq. 50-ci sualda qeyd edilir ki, 19-cu əsrin əvvəllərində Şəki ətrafında ermənilərdən ibarət bir ölkəci kəndi salınması nə ilə nəticələnmişdir? Hüseyn xanın sui-qəsd nəticəsində öldürülməsi yanlışdır. Türkmənçay müqaviləsinə əsasən ermənilərin Azərbaycan məskunlaşması, bunun da Şəki xanlığına aiddir. Burada Xoylu Cəfərqulu xanın dövründə olub. Deməli, Səlim xanın o qiyam nəticəsində ölkədən qovulması, ruslar tərəfindən qovulması və Xoylu Cəfərqulu xanın dövründə bu Xoy xanlığının əhalisinin bir hissəsini Şəkiyə köçürür ermənilərdən və Azərbaycanlılardan ibarət əhalisini köçürür və bunun C uyğun cavabdır. 51-ci sualda Böyük Hun dövləti və Uyğur xaqanlığı üçün ortaq cəhət Tibet tayfaları ilə mübarizə aparıb. Monqol-Tibet tayfaları ilə mübarizə aparıb. Deməli, bu Mete xaqan və Uyğurlarda da olmuşdu. Bir var. Çinin ticarət yollarına ələ keçirməsi də ola bilər. Məsələn, Çinin şimal hissəsi Mete xaqanın dövründə Hunların tərkibini keçdi. Uyğurlarda da vardı. Məsələn, Talas döyüşündən sonra ələ keçirib. Göktürk dövlətinin yaradılmasında mühüm rol oynamışdır. Bunlar yanlışdır. Uyğurlara götürmək olmaz. Xan sülaləsinin hökmdarlarına hər il xərac alırdı. Bu, Böyük Hun dövlətinə aid olsa da Uyğur xaqanlığına aid deyil. Deməli, 1-lə 2 uyğun cavabımız D variantı olar. Və 52-ci suala baxaq. 52-ci sualda qeyd edilir ki, 19-cu əsrin 70-ci illərinə təhsillə bağlı buraxılmış fikirləri müəyyən edin. Bakıda ilk gimnaziyaların fəaliyyətə başlaması, Bakıda Rus-Tatar məktəbinin açılması, burada deyir ki, Avropa tipli dünyəvi məktəbin əsasının qoyulması. Bu yanlışdır, bir ola bilməz. İlk qız gimnaziyası 1874, bundan sonraki olmalıdır. İrəvanda müəllimlər seminarisi 1881, bunu götürmək olar. Rus-Tatar məktəbinin açılması isə 1887-ci ilə aiddir. Deməli, 2-ni götürə bilərik. Usul-i Cədid məktəbləri məktəbin təşkil olunması 1864-cü ildədir ilk dəfə olaraq. Ona görə də 3-ü də götürə bilmərik. Kənd əhalisi üçün məktəblərin açılması ola bilər. Çünki burada 1874-cü ilə aiddir. 70-80-cı ilə aid olan xüsusiyyətləri deyir.
Ona görə də İlk Dünyəvi Məktəbinin açılması 1830-cu ildə, üsul cədid 1869-cu ilə aid olduğuna görə götürmürük. Sualın doğru cavabı 2 ilə 4 Y variantı olar. O 53-cü sualda doğru olmayan variantı müəyyən edin. Səfəvi şəhərinin yanında qanunverici orqan deyir. Ali Məclis. Əslində məşvərətçi orqanıdır. Biri yanlışdır. Aid olmayan istəyirsə biri götürə bilərik. 17-ci əsrdə bəylərbəyə daxil olan mahallarının naib idarə edir. Xeyr, qolbəyi idi. Əvvəl naiblər idarə edib, sonra qolbəyi. Bu da yanlışdır. Biz doğru götürəcəyik. Deməli, vəkil şahın dini və dünyəvi işləri üzrə müavin sayılır. Doğrudur, yanlış götürəcəyik. Səfəvi ordusunun əsasını çəlik adlanan dəstələr təşkil edir. Bu da doğrudur. Deməli, 1 ilə 2 olur uyğun cavab. 54-cü sualda xronoloji acığı müəyyən edin. Hastings döyüşünün baş verməsi 1066, Gürlü tayfasının Qəznəvilər dövlətinin son qoyulması 1187, Papa II Urbanın Klermonda çıxış etməsi 1095, Xorasanın tamamilə Səlcuqların hakimiyyəti altına düşməsi Dəndənəkan vuruşmasından sonra idi. Deməli, əvvəlcə olmalıdır 4, sonra 3, Urbanın çıxışı və daha doğrusu burada 4, 3 olma, Klermon qurultayı 1095 olduğuna görə deyil, Hastings döyüşü olur. Yəni 1, 1066. Sonra Urbanın çıxışıdır, yəni 1095 3'dür və Gürlü tayfasının Qəznəvilər dövlətinə son qoyması 1187 sonuncudur. Deməli 4-1-3-2 olur. 55-ci sualda qeyd edilir ki, Sasan Şah 1. Xosrov və Elxani Qazan xanın fəaliyyəti üçün ortaq cəhətdir. Xristianlığın cizyə vergisinin azad edilməsi. Xeyr, bunlarda cizyə vergisinin azad edilməsi. Ümumiyyətlə, Xosrovun dövründə cizyə vergisi olmayıb, ərəblərin dövründə meydana çıxıb. Elxani Qazan xan da belə işlər görməyib, yəni bu yanlışdır. Vergiyə məmurların özbaşınalığa son qoyulması var idi. Qazan xan da və Xosrov Ənişiravan da vergi islahat keçib. Müsəlman din xadimlərinin himayə olunması Qazan xanın dövründə aid olsa da, Xosrov Ənişiravana aid deyil. İstifadəsiz qalmış torpaqların hərbi işçiləri paylanması düzdür. Deməli, 2 ilə 4 bu hərbi islahata əsasən 2 ilə 4 olub. 56-cı sualda vətən müharibəsi dövründə Azərbaycanın apardığı uğurlu xarici siyasət nəticəsində məsələn, burada kollektiv təhlükəsizlik müqaviləti təşkilatı müharibə müdaxilə etməməyi bəyan etdi. Valday Beynəlxalq Diskusiyası Klubunun sessiyasının Qarabağ arasında Azərbaycan tərkib sessiya olaraq tanınması. Bu 2019'da 2 yanlışdır. BMT-nin Təhlükəsizlik Şurasının Azərbaycan əleyhinə qətnamə layihəsinin qəbul edilməsinin qarşısı alındı. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yaradılmış ATƏT-in Minsk qrupu ləğv edildi. Deməli, ATƏT-in Minsk qrupunun ləğv edilməsi deməli və kollektiv müqaviləti təşkilatının müharibə müdaxilə etməməyi bəyan etdi. Deməli, burada 1 ilə 4 uyğun cavab olur. 1 ilə 3 yanlışdır. Ona BMT-nin Təhlükəsizlik Şurasının Azərbaycan əleyhinə qətnamə layihəsinin qəbul edilməsinin qarşısı alındı. Yanlış olar. Burada 1 ilə 4 uyğundur. Yəni 1 ilə 4'ü uyğun götürürük 56-cı sualda və 57-ci suala baxaq. Deməli, bundan sonraki 57. Deməli, Avropada reformasiya 1 reformasiya, 2 İngiltərə, deməli 3 Fransaya aiddir. 5-ci katolikliyi müdafiə edirdi, bu Almaniyaya aiddir. A 1'ə gedəcək. Kalvinizm Fransaya aiddir. B gedəcək. Katoliklik və protestantın birləşməsi Anglikan kilsəsi yaranıb İngiltərədə. C 2'ye gedəcək. Kral kilsənin başçısı elan edildi. Bu da İngiltərədədir. C'də 2'ye gedəcək. Ölkənin siyasi parçalanması gücləndi. Bu da reformasiya dövründədir. Deməli, Almaniya aiddir. Y bəndi 2'ye gedəcək. 1-də A'yı, 2'də C'də, 3'də B uyğun cavab olar.